ailə var idi, bir məscidin müəzzini idilər. Bilirsiniz o vaxtda əzan mütləq formada, belə deyək də, canlı verilərdi. Çıxardılar minarəyə, oradan canlı əzan verərdilər. Böyük qardaş dünyasını dəyişəndə əzan tapşırıldı o ailənin ikinci övladına, ikinci qardaşa. Böyük qardaşı dəfn elədilər. Oldu bu kəndin, bu məscidin müəzzini ikinci qardaş. İkinci qardaş da dünyasını dəyişəndən sonra, ki dünyasını dəyişdi bir neçə ildən sonra növbə çatdı kiçik qardaşa. Kiçik qardaşa dedilər ki, indi də növbə sənindir. Daha sən öhdəvə götürməlisən məscidin müəzzinliyin. Dedi ki, bu mümkün olan məsələ deyil. Mən bu məsələni boynuma götürməyəcəyəm. Nə qədər təkid və israr elədilər ki, axı niyə götürmürsən? Dedi, məni öldürsünüz, öldürün, razıyam. Amma müəzzin olmağa razı deyiləm. Axı niyə? Deyir, hər iki qardaşım can verəndə mən onların başının üstündə olmuşam. Və hər ikisinə kəlmə-i şəhadəti təlqin eləmişəm. İkisi də mənə deyib ki, biz Allahı qəbul eləmirik. Soruşmuşam, niyə? Deyiblər, çünki minarədə əzan verəndə qonşuların həyətindəki naməhrəmlər və xanımlara baxmışdı. Zahirən başqa cür görükür. Məscidin müəzzinidir, məscidin xadimidir, məsciddə iş görür. Amma o məscid ona bir dənə Allahdan başqa olan bir varlığı rəhbər seçib ki, o da onun nəfsidir. Bir var adam məsciddə Allah'a ibadət eləyər. Bir də var nəfsinə ya şeytana. Peyğəmbərə demir Allah, əfərayitə mən ittəxəzə ilahəhu həva. Peyğəmbər, gördünmü bəzi insanlar öz nəfslərini özlərinə Allah elədilər. O kiçik qardaş dedi ki, mən bunların aqibət bir şərr olduğunu görmüşəm. Mən necə bunu boynuma götürürüm ki, özümə də arxayın deyiləm ki, minarəyə çıxsam naməhrəmə baxacağam ya baxmayacağam. Bir dənə baxış. O baxış ki, orada niyyətin bir dənə oynadı, görürsən Allahın qəzəbi adama şamil olur. Allah Həzrət Zəhraya xatır bizə bu günahlardan aman versin. Amin.